Cənab kim? Mən sizə qibtə eləyirəm. Sən mahi hissad eləyənməzsən. Uğraşdı yalan deyən. Sənin qulaqlarını kəsib qoyun itinə döndərirəm. Köpolun, küçük. Azərbaycanda dollar qalxıb, manat düşüb. Ölkədə krizisdir. Amma mənim ölkəmdə elə şey olmuyor. Olmayasıdır. Çünki bizdə ümumiyyətlə dollar yoxdur. Mən təcili evlənməliyəm. Özümə qız axtarıram da. Kim yaxşı yemək bişirə bilir? Baxın, amma mən yeməkdə göyərtini iri-iri xoşlamıram. Ha. Kim xırda-xırda doğraya bilir? Mənə ol. Uç buradan az. Nəyə də oxşuyursan? Bir dənə Amerikan casusu tapa bilmirsiniz. Ölün, yerə girin. Ətağa axırıncı dəfə deyirəm, onu tapanmazsa sizi ayaqlarınızdan asarım. Gülməyin ay oğraş. Eyüp Yaqubov da göpə basır ki, güya mən onun qəlbinin ağrısını bilirəm. Mən Koreyada, sən Azərbaycanda. Mən hardan bilim sənin qəlbinin ağrısını? Bir də ki, bundan sonra mənim priçoskamla məzələnən olsa, onun var yoxunun priçoskasını qırxdırıb həmin adama yedirdirəcəm. İspaniya kralı xəstələrində zəng vurdum, hal-ahval tutundan ha. Deyirəm, qaqa düzəlmisən? Cavab verir ki, hə, kim? İndi mən həni öz dilimizə deyirəm, o İspan dizinə demişdin ha. Burada demirəm, ayıbdır. Gülməkdən yarılmışdım. Bunu yazma ha. Bəli, mən demişdim ki, Türklər Rus təyyarəsini vurduğuna görə Türkiyəni bombalayacağım. Amma yatdım, gecə yuxuda Atatürk'ü gördüm. Səhər qərarımı dəyişdim. Mən bir də yiyərəm, nəsil əcabətimin arızı ilə bir də belə söz deyərəm. Oy, bu nə saytlardır? Mənə bax görüm, otağa kimsə girəndə bu saytları nətər bağlayacağım? İkisinin üstünə vurum bağlanacaq. Sən deyəsən, çox baxırsan bunlara ha. Ağzınızın suyu axdı. Qalsın sonra təhlikdə baxarım. Nənə bax, halit eləmə, o qız kimdir? Orada 2 dənə qız var, ha, qısa yupqa. Yandırma. Mən bildiyimə görə onun əri olmalıdır. Ay dinə. Hartanı kim yazıb boynuna alsın. Baxın, mən sizin üçün başqa müəllimlər kimi deyiləm, ha. Bax, bu çubuqla onu döyməyəcəm. Bu çubuğu ona soxacağım. Siz çox yaxşı bilirsiniz ki, mən o boyda Amerikanı çubuğumu almayan adamam. Yəni, bu dünya mənim üçün poxuldur. O sağdan birinci var, ha, durbasalar. Bax, o durbanı belə bir təhər salıb, yarasına. O qədəni bağlayın raketi, uçurdu, partladı. Bax, gəl yanıma. Qorxursan? Sən kimsən ki qorxum? Ay. Sən kimsən ki səndən qorxum? Sən kimsən ki səndən qorxum? Bu cümlə 2 məna verir. Generallarımla məsləhət eləyəcəm. Əgər yanlış məna versə, sənin nəsil əqrabanı güllələtdirəcəm. Bildim də məni çox istəyirsiniz. Qaydın dala. Su soyuqdur, çıxın tez. Yoxsa böyrəkləriniz xarab olar, yerinizə çiş eləyərsiniz. Boy. Xiyar, o nə adadır orada? Vergilər naziri bitirdi. Sür, mən edəcəm onu, sür ora. Gəlin sizə bir anekdot danışım. Deməli, bir gün 2 nəfər yol gedir, birdən biri nəfəs almağı yaddan çıxarıb yıxılıb ölür. Gülün, Yaşı bəxtdir. Siget. Səni komandirə tapşırmışam. 2 manatlıq kontur vurarsan, açkoya basmayacaq. Ay, qaraşa gedirik. Avtobus xarab olub. Qaldın təkərin altında. Zibilə çalmasın, sən bizi. Səy oğlu sən. Deyirlər, uzunun ağlı topuğunda olur. Balaca boylarında yarısı yerin altında olur. İndi nə demək istəyirsən ki? Xiyar deyə. Qışladım, bağışla. Şimali Koreya lideri olaraq ordumla birlikdə Azərbaycan ordusuna dəstək olmağa hazıram. Şəhriyə, niyə şəkilsən? Bu nədir yazırsan buraya?